Amma bir tərəfə gedərkən bəzən biri sürünü tərk edir. İnsanlar buna dəlilik deyir. Amma bəlkə də bu sadəcə öz həqiqətini axtarmaqdır. Bu pingvin dağlara niyə gedir, heç kim bilmir. Bəlkə də o hər şeyin bir-birinə bənzədiyi bu dünyada fərqli bir şey yaratmaq istəyir. Biz də qardaşımla eyni şey etdik. Hamının çətindir, risklidir dediyi bir vaxtda sürünü tərk etdik və öz xəyallarımızın arxasınca getdik. O kimsəsiz dağların soyuqluğuna inat. Biz içini sevgi ilə, rənglərlə və ən gözəl hədiyyələrlə doldurduğumuz bu isti məkanı xəzinə sandığını açdıq. Bura sadəcə bir dükan deyil. Bura hər kəsə bəzəməkdən yorulanların, sevdiklərinə sadəcə bir əşya deyil, bir xatirə bağışlamaq istəyənlərin sığınacağıdır. Çünki həyat bu pingvinin getdiyi yol qədər qısa və sirlidir. Gəlin bu yolu bir-birimizi sevindirərək, kiçik hədiyyələrlə, təbəssüm yaradaraq keçək. Yolunuz düşsə xəyallarımıza ortaq olmağa hər zaman gözləyirik. Pingvinlərdən əldə edərək özünüzə motivasiya qazandıra bilərsiniz. Buyurun, ünvanımız Sədərək Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra 6, mağaza 23.